Salam, hər vaxtınız xeyirli olsun. Bildiyimiz kimi dünən və bugün coğrafiya fənni üzrə növbəti dəfə sertifikatlaşdırma imtahanları keçirildi. Bugünkü imtahanda istifadə olunmuş bəzi sualları müəllim həmkarlarımızdan mənimlə paylaşan oldu, sağ olsun. Mən o sualları sizə təqdim edirəm, amma ola bilər variantlarda uyğunsuzluq olsun, sual tam orada olduğu kimi olmasın. Mənə təqdim olunan formada da sizə təqdim edirəm. Əvvəlcədən qeyd edim ki, belə bir sualımız var bu həftə paylaşdığım, öz hazırladığım sınav imtahanı idi və orada belə bir sual var idi. Bu sualın tam eynisi olmasa da bunun əksi və bənzər formalı bir sual bugün imtahanda istifadə olunmuşdu. Qeyd edirik burada. Deyir ki, nisbi rütubəti 20% olan 10 kub metr havada 40 qram su çatışmır. Əgər havanın temperaturu müsbət 10 selsiyə qədər artarsa, bu havanın 2 kub metrin də nə qədər su buxarı çatışmaz. Müəllimin dediyi qaydada da sualı bu formada təqdim etmişdi mənə və elə də paylaşıram sizinlə. Burada biz məlumdur ki, 20% varsa, çatışmayan rütubət 80%dir. 80%imiz 40 qramdırsa, hesablama aparsanız, onda 20%imiz də 10 qram olar. Yəni, amma mən burada nə edəcəm? Əvvəlcə biraz rəqəmləri kiçildəcəm ki, rahat hesablama olsun. 10 kub metrdə 40 qram olursa, 1 kub metrdə 4 qram su çatışmır. Çatışmayanımız 80%dir, havada olan isə 20%dir. 80% 4-dürsə, onda 20% 1 olur da, sadə tənasübdür. Qrup bunu rahat sübuta da yetirə bilərsiniz. Demək, nə edirəm? 100%imiz oldu x qram, çünki bilmirəm nə qədərdir. 20%imiz isə tapdıq ki, 1 qramdır. Tənasübü həll edirəm. 100%imiz olacaq 5 qram. Yəni, bu 100% burada 5 qram su buxarı ola bilər 1 kub metr havada. Ancaq 0 dərəcə temperatura uyğun gəlir. Bu 0 dərəcə temperaturda bilirik 1 kub metr havada 5 qram, 10 dərəcə temperaturda 9 qram, 20-də 17, 30-da 30, 40 dərəcədə isə 52 qram su buxarı ola bilirdi. Şərtdə bizə deyir ki, havanın temperaturu müsbət 10 selsiyə qədər artarsa, müsbət 10 selsi temperaturda 1 kub havada dedik ki, 9 qram su olur. Bu havanın da tərkibində 1 qram su buxarının olduğunu tapmışıq. Hər kub metrində 1 qram su buxarı var. Onda müsbət 10 dərəcə temperatura malik olan 1 kub havada da 1 qram su buxarı var. Çatışmayanda 8 qram olur. 9 qram maksimum olmalıdır. Orada havanın tərkibində olan 1 qram 9-dan çıxdıqda çatışmayanımız 8 qram. 1 kub metr hava üçün 8 qram çatışmırsa, 2 kub metr hava üçün də 2 vurulsun 8. Yəni 16 qram rütubət çatışmır. Növbəti sualımız 3 yarımkürədə yerləşən ölkələr seçin. Bu ölkələrin sayı çoxdur, amma bəzilərini qeyd etmişəm. Rusiya, Böyük Britaniya, Fransa, Əlcəzair, Konqo, Ekvador, Braziliya, Kolumbiya, İspaniya və s. Üçüncü sualda urbanizasiya səviyyəsinin yüksək olduğu iqtisadi coğrafi rayonu seçin. Biz konspektdə qeyd etmişik, 11-ci sinif kitabında da olmalıdır. Urbanizasiya səviyyəsi yüksək olan iqtisadi coğrafi rayonlar Bakıdır, Abşeron, Xızıdır, Gəncə, Daşkəsəndir. Urbanizasiya səviyyəsinin aşağı olduğu və ya kənd əhalisinin daha çox olduğu iqtisadi coğrafi rayonlarımız isə Lənkəran, Astaradır, Qarabağdır, bir də Qazax Tovuzdur. Qıpta dil qrupuna aid olan xalqlar seçin. Bu da cədvəlimiz var. Altay dil ailəsinin türk dil qrupunun qolları qeyd olunmuşdur. Qıpçağa aid olanları burada fərqləndirmişəm. Qırğız, Qazax, Qumluq, Qaraqalpaq, Altay, Naqoy, Balqar və s. Yayı quraq keçən mülayim isti iqlim tipinin mövcud olduğu fiziki coğrafi rayonları seçin. Azərbaycanda 3 fiziki coğrafi rayonda, Dağlıq, Şirvanda, Lənkəranda və Qarabağ dağlarında yayı quraq keçən mülayim isti iqlim tipi mövcuddur. Dağlıq Şirvanda mülayim isti iqlimin bütün tipləri var. Həm qışı quraq keçən tipi var, həm də yağıntılara bərabər paylanan tipi var. Növbəti sualda Göydərə yatağının yerləşdiyi rayonla Hamança yatağının aid olduğu rayonun ümumi cəhətlərini müəyyən etməyimizi tələb edilmiş. Demək, burada Göydərə Kəlbəcərdə xromit yatağıdır. Bilirsiniz ki, xromit filizdir. Hamança isə Daşkəsəndə dəmir filizi yatağıdır. Ümumi cəhət olaraq burada qeyd edirəm, qışı quraq keçən soyuq iqlim tipi mövcuddur. Ərazisində həm filiz, həm də qeyri-filiz faydalı qazıntılar mövcuddur. Kiçik Qafqaz fiziki coğrafi vilayətində, Kiçik Qafqaz tektonik qalxmasında yerləşir. Ərazisində maqmatik süxurlar geniş yayılıb. Bilirik ki, filiz faydalı qazıntılar maqmatik süxurların tərkibində olur və bu əlamətlərdən biri və ya bir neçəsi tələb edilib. Türkiyə Respublikasına aid olan əlamətləri müəyyən edin. Burada əlamətlər çoxdur. Müəllimin də yadında dəqiq qalmamışdı hansı əlamətlərdir. Mən əsas əlamətlərin çoxusunu qeyd etdim burada. Əhalisi ən çox olan türk dövlətidir. Avropa Şurasına, NATO-ya üzvdür.
Ərazinin əsas hissəsi Kiçik Asiya, az bir qismi Balkan yarımadasındadır. Relyef əsasən dağlıqdır, seysmik cəhddən aktivdir. Çünki geosinkronalda da bilirik, litosfer havaların toqquşma zonasıdır Türkiyə ərazisi. Subtropik qurşağın Aralıq dənizi iqlim vilayətində yerləşir. Ərazisində buna görə də codyarpaqlı meşələr və kolluqlar təbii zonası yayılıb. Çayları daxili axarsu hövzəyə Hind okeanı və Atlantik okeanına aiddir. Xamal ehtiyatı ilə işçi qüvvəsi ilə yaxşı təmin olunub, ona görə də yüngül sənaye yüksək inkişaf etmişdir. Əhalisi türk dil qrupunun Oğuz qoluna aiddir. Ərazisi daş kömür, mis və xromit ilə zəngindir. Sənayede avtomobil istehsalı, kənd təsərrüfatında isə anqur keçiləri, üzüm, zeytun, taxıl və pambıqçılıq yaxşı inkişaf etmişdir. Onu da qeyd edim ki, coğrafiya fənni üzrə qısaldılmış formada konspektlərimiz var satışda. Müəllimlər üçün, şagirdlər üçün çox effektiv bir materiallardır. Yəni artıq yükdən bezən, coğrafiyanı rahat öyrənmək istəyən, tam qəbulu əhatə edir də bir sözlə. Nömrəni qeyd etmişəm. Maraqlanmaq istəyən əlaqə saxlaya bilər həmin nömrə ilə.